CO-nun tam yanmasından CO-nu onda yanma reaksiyasını yazaq. CO Bəli, suya. CO O2. üzərinə gəl oksigen alınır, CO. Sonra karbon qazı. Əmtallaşdırıram Səmaya. Bura 2, burada 2. Davam elə. CO-nun tam yanmasından alınan qaz qarışığının həcmi 160 ml olub. Aha. Alınan CO-nun həmin şəraitdə həcmini. CO2-nin. Aha, alınan CO2 CO həmin 160 ml-dir. Ümumidə 200 ml olubsa, O2 də 40 ml olub da. bir də təzədən de, bir də deməli bizə deyir başlanğıc qarışığın həcmi 200. Ölçü Bəli, deyir ha, ümumi 2 bir 200. yerdə 200. Deyir CO-nun tam yanmasından. Uşaqlar bu nə deməkdir? Deməli CO reaksiyaya tam girib. CO-nun tam yanmasından alınan qaz qarışığının, əgər qaz qarışığı deyirsə, hal-hazırda bir dənə qaz alınır. Buna qarışıq demək olmaz. Deməli başlanğıc maddələrdən biri də nə edib? Artıq qalıb. Başa düşürsən Səmaya? Bax sən onu başa düşməlisən. Aha. Artıq qalıbsa məsələnin şərtində də sənə deyir ki, CO tam yanıb. CO tam yanıbsa deməli oksigendən nə edib? Artıq qalıb. Oksigendən artıq. Burada olub 160. Bunu iki cür yazmaq olar. Bir, necə yazmaq olar uşaqlar? Bir azalma yolu ilə yazmaq olar. İstəyirsiniz birinci azalma yolunu deyim. Azalma yolu necədir? 2 CO, 1 oksigen. 3 reaksiyaya girəndə 2 CO2 alınırsa, 3-dən 2-yə gələndə azalma nə qədər olur uşaqlar? 3-dən 2-yə gələndə azalma nə qədər olur? 1. Bir azalma olanda nə qədər CO2 alınır? 2. Məsələnin şərtində azalma nə qədərdir uşaqlar? 200, 160 olub. Nə qədər azalma olub? 40. 40 azalma olanda nə qədər CO2 alınır? X. X eləyir 80. Əgər bu 80-dirsə, son qarışıq 160-dır, deməli bu da 80. Deməli, alınan CO2-nin həcmini istəyir sadəcə. Bunda CO2-nin həcmi 80-dir. C var. Bu bir yol. Yəni bu 3-dən 2-yə azalma hansını yazdınız? 2 mol karbon 2 mol CO-la 1 karbon mol qazı var. 2 mol CO, 1 mol oksigen reaksiyaya girəndə 3 qəbul edəndə 2 mol CO2 alınırsa 1 azalma gedir. Bildim. Bəs başqa necə yazmaq olar uşaqlar? Sizə deyim. Başqa bir azalma yolu budur. Azalma yolundan başqa necə yazmaq olar? Bax bu yolu da deyirəm. İndi hansı sizə rahatsa ondan gedin. Deməli uşaqlar başlanğıc qarışıq 200-dür. Mən deyirəm tutaq ki, mollarına görə 2x CO girsin, onda oksigen neçə x girər? 1x girər. CO2 neçə x əmələ gələr? Moluna görə də 2 CO-dan 2 CO2 alınırsa 2x-dən də 2x alınır. Düzdür? Başlanğıc qarışıq uşaqlar nə qədərdir? 200-dür. Bunun neçə x-i girdi reaksiyaya? 2x burada, x burada. 3x-i girdi. 200-ün 3x-i girdisə neçə x artıq qaldı? Nə qədər artıq qaldı? 200-ün 3x-i girib. Nə qədər reaksiyaya girməyib? 200 minus 3x-i girməyib.